bürcü 11 iyun 2026-cı il. Gün kifayət qədər mürəkkəb keçə bilər, amma bu o demək deyil ki, hər şeyin öhdəsindən tək başına gəlməli olacaqsınız. Yanınızda etibar edə biləcəyiniz insanlar olacaq. Əgər vaxtında onların dəstəyinə müraciət etsəniz, xeyli vaxt və enerji qənaət etmiş olarsınız. İntuisiyanıza qulaq asın. O günün əvvəlində sizə kimin etibarlı müttəfiq ola biləcəyini, kimin isə çox çalışaraq yaxşılıq etməyi istəsə belə faydadan çox problem gətirdiyini görəcək. Sizi yaxşı tanıyan, həyatınızın həm uğurlu, həm də çətin dövrlərini xatırlayan insanların məsləhətlərinə qulaq asın. Belə insanlar sizin diqqət etmədiyiniz məqamları vaxtında görə bilərlər. Onların tövsiyələrinə əməl etsəniz, ciddi səhvlərdən qaça və xeyli gücünüzü qoruya bilərsiniz. Buğa bürcü 11 iyun 2026-cı il. Gün kifayət qədər əlverişli olacaq. Xüsusilə də söhbətlər iş, əməkdaşlıq və gələcək planlarla bağlı olarsa, hazırda vacib məsələlər barədə razılığa gəlmək, ideyalarınızı dəstəkləməyə hazır insanları tapmaq və qarşınızda yeni üfüqlər açacaq bir təklif almaq mümkündür. Təsadüfi bir görüşün sizi karyera pilləsinə yüksəltməsi və ya çox yaxın zamanda lazım olacaq təcrübə qazandırması da istisna deyil. Şəxsi münasibətlərdə dəyişikliklərə hazır olanlar da maraqlı görüşlər gözləyə bilər. Bu ilk baxışdan sevginin alovlana biləcəyi günlərdəndir. Üstəlik bu hisslərin qarşılıqlı olması və romantik münasibətlərin dərhal ahəngdar və rahat şəkildə inkişaf etməsi ehtimalı yüksəkdir. Əkizlər bürcü 11 iyun 2026-cı il. Emosional vəziyyətinizə xüsusilə diqqətlə nəzarət edin. Gün kifayət qədər yaxşı keçəcəyinə söz verir. Ciddi problemlər, həlli mümkün olmayan tapşırıqlar və öhdəsindən gələ bilməyəcəyiniz sınaqlar gətirməsi çətin görünür. Ancaq əhvalınız dəyişkən ola bilər. Bəzi əkslər hər şeyi ən qaranlıq tərəfdən görməyə meyilli olacaqlar. Məhz bu həm bürc nümayəndələrinin özləri, həm də onların ətrafındakı insanlar üçün çətinlik yarada bilər. Ünsiyyət baxımından da gün ən asan günlərdən olmayacaq. Xüsusilə gənc və həssas əkizlər üçün elə görünə bilər ki, hamı qəsdən onları tarazlıqdan çıxarmamağa çalışır, tənqid edir, istənilməyən məsləhətlər verir və ya xoşagəlməz iradlar bildirir. Amma burada emosiyalara yox, obyektiv qiymətləndirməyə üstünlük vermək lazımdır. Çox güman ki, kimsə nəzakətsiz davranırsa və ya işlərinizə həddən artıq müdaxilə edirsə, sadəcə bunun sizdə nə qədər güclü reaksiya doğurduğunu anlamır. Sakit və açıq söhbət vəziyyəti tez bir zamanda aydınlaşdırmağa kömək edəcək. Xərçəng bürcü 11 iyun 2026-cı il. Günə maliyyə məsələlərinin həlli ilə və heç olmasa pul sövdələşmələr, alış-veriş, investisiyalar, perspektivli layihələr və əlavə gəlir əldə etmə iddialarınızla bağlı planlarını hazırlanması ilə başlamaq lazımdır. Birincisi, məhz səhər saatlarında bu vacib səhnəyə diqqətinizi toplamaq, heç nəyi gözdən qaçırmamaq asan olacaq. Əgər hansı ödənişləri etməlisinizsə, bunu səhər mütləq xatırlayacaqsınız. İkincisi, intuisiyanız xüsusilə güclü olacaq. Maddi vəziyyətinizi yaxşılaşdırmaq üçün hələ istifadə etmədiyiniz imkanları göstərəcək. Günün ortası iş üçün əlverişlidir. Bu vaxt həm yaradıcılıq və təxəyyül tələb edən tapşırıqlar, həm dəyişiklik, məsuliyyət detallara, diqqət və təlimatlara ciddi əməl etməyi tələb edən işlər sizdə yaxşı alınacaq. Hətta rutin işlərlə məşğul olmalı olsanız belə darıxmayacaq və diqqətinizi yayındırmayacaqsınız. Hər şeyi tez çatdırmağa və sonradan düzəltməli olacağınız səhvlərdən qaçmağa imkan verəcək. Şir bürcü 11 iyun 2026-cı il. Əgər bazar ertəsi üçün vacib işlər planlaşdırmısınızsa, hər şeyin dərhal istədiyiniz kimi alınacağını və nəticəyə tez çatacağınızı gözləməyin. Çox güman ki, müəyyən səylər göstərməli, bəzi maneələri aşmalı olacaqsınız. Nəticədə isə bəlkə də gözlədiyinizdən daha çox şey əldə edəcəksiniz. Lakin burada hər şey insanlarla dil tapmaq, onları öz tərəfinizə çəkmək, səlahiyyətləri bölüşmək, vaxtında kömək istəmək bacarığınızdan asılı olacaq. Çünki hər şeyi tək başına etməyə çalışsanız, çox enerji sərf edəcəksiniz. Diqqət tələb edən işləri günün ortasına planlaşdırmaq daha yaxşıdır. Səhər saatlarında tez-tez diqqətiniz yayınacaq. Üstəlik dərhal üzərinə düşmək istəyəcəyiniz yeni ideyalar yarana bilər və bundan sonra rutin işlərə qayıtmaq çətin olacaq. Axşam isə yorğunluq yığılacaq və bu səbəbdən səhvlərə yol verə bilərsiniz. Qız bürcü 11 iyun 2026-cı il. Bu iş digər faydalı məşğuliyyətlər üçün əla gündür. Nə qədər aydın şəkildə hansı nəticəyə çatmaq istədiyinizi təsəvvür etsəniz, ona nail olmaq bir o qədər asan olacaq. Buna görə də mürəkkəb bir işə başlamazdan əvvəl məqsədinizi mümkün qədər dəqiq canlandırmağa, ona hansı addımlarla yanaşa biləcəyinizi düşünməyə çalışın. İşlərə yanaşma tərziniz ətrafdakıların çox xoşuna gələcək və təəccüblü deyil ki, bugün hətta sizdən daha təcrübəli həmkarlar və rəhbərlik çətinliklərlə üzləşəndən məsləhət və kömək üçün müraciət edəcəklər. Bu, münasibətlərə müsbət təsir göstərəcək. Son vaxtlara qədər rəqib olduğunuz insanların sizin tərəfinizə keçməsi də istisna deyil. Onların dəstəyi bir qədər sonra xüsusilə vacib bir işə başlayanda çox yerinə düşəcək.
Tərəzi bürcü 11 iyun 2026-cı il. Peşəkar baxımdan əla gündür. Xüsusilə yaxınlarda iş yerini dəyişən tərəzilər, eləcə də hazırda müsahibələrdən keçən və yeni işgüzar tərəfdaşlar axtaranlar üçün ulduzlar daha əlverişli olacaq. Özünüzə yaxşı tərəfdən göstərmək, yaxşı təəssürat yaratmaq çətin olmayacaq. Hətta şərait o qədər əlverişli olmasa belə, bilikləriniz və ideyalarınız nüfuzlu insanların diqqətini çəkə bilər və siz əvvəllər xəyal belə etmədiyiniz bir təklif ala bilərsiniz. Bugün bir çox tərəzi xüsusilə cazibədar olacaq. Buna görə yeni tanışlıqlar ehtimalı yüksəkdir. İnsanlar özləri sizinlə ünsiyyət qurmağa can atacaq, təşəbbüs göstərəcək və sizi müxtəlif yerlərə dəvət edəcəklər. Peşəkar tədbirdə iştirak etmə imkanı yaranarsa, bundan istifadə edin. Özünüz haqqında danışmaq və ya müzakirələrdə fəal iştirak etmək fürsətini qaçırmayın. Diqqət mərkəzinə düşəcəksiniz. Bu uzun müddətli perspektivdə çox faydalı olacaq. Əqrəb bürcü 11 iyun 2026-cı il. Səbir bu gün xüsusilə vacib olacaq. Ətrafınızdakı insanlar istədiyiniz kimi davranmaya bilər. Bəzən istehsalı iradlardan, sərt tənqiddən çəkinmək çətin olacaq. Amma başqalarının zəifliklərinə qarşı anlayış göstərsəniz, bir çox narahat vəziyyətlərin gərgin məqamların qarşısını ala biləcəksiniz. Üstəlik üstünlüyünüzü nümayiş etdirməsəniz və insanlara yuxarıdan aşağı baxmasanız, dəstəyi sizə gələcəkdə çox lazım olacaq. İnsanlarla münasibətləri qoruyub saxlaya bilərsiniz. Xüsusilə də hələ yaxşı tanımadığınız insanlarla birlikdə vacib layihələr üzərində işləyirsinizsə, işlə bağlı mübahisələrdən qaçmaq çətin olacaq. Bütün müzakirələri mümkün qədər sakit və konstruktiv aparmağa çalışın. Təxribatlara uymayın. Bəlkə kimsə sizi tarazlıqdan çıxarmağa, çalışqanlığınızdan istifadə etməyə cəhd göstərə bilər. Amma diqqətli olsanız özünüzü hücumlardan qoruya, vaxtında cavab verə bilərsiniz. Oxatan bürcü 11 iyun 2026-cı il. Bu işgüzar baxımdan pis gün deyil. Şərait kifayət qədər uğurlu formalaşacaq və siz lazım olandan artıq risk etməyəcəksiniz. Qarşıya qoyduğunuz məqsədlərə böyük səylər sərf etmədən nail olmağa imkan verən strategiya hazırlaya bilərsiniz. Ola bilsin ki, bu işdə yaxınlarda ilk dəfə tanış olduğunuz insanlar sizə kömək etsinlər. Bəzi oxatanlar məhz bu gün yeni müttəfiqlər tapacaq və onlara böyük fayda gətirəcək əməkdaşlığa başlayacaqlar. Həmçinin peşəkar sahədə qarşınıza yeni qapılar açacaq bir insanla tanış olmaq mümkündür. Amma bundan əvvəl düzgün davranmaq vacibdir. Nəyisə gizlətməyə, hilə işlətməyə çalışmayın. Nə qədər açıq və səmimi olsanız, etibarlı və faydalı köməkçi tapmaq ehtimalınız bir o qədər yüksək olacaq. Oğlaq bürcü 11 iyun 2026-cı il. Günün ilk yarısı uğurlu olacaq. Ondan maksimum səmərə ilə istifadə etməyə dəyər. Bu vaxt vacib görüşlər keçirmək, məsuliyyətli danışıqlar aparmaq, iş yerinin dəyişdirilməsi, köç, daşınmaz əmlak alınması və digər ciddi hadisələrlə bağlı məsələləri müzakirə etmək olar. Əgər çoxdan yeni bir şey başlamaq planlaşdırırsınızsa, ilk addımları günortaya qədər atmaq daha yaxşıdır. Tezliklə düzgün köklənmək və lazım olan tempi itirməmək daha asan olacaq. Günün ortasında yorğunluq hiss edə, fasilə vermək və bir qədər tək qalmaq istəyə bilərsiniz. Əgər şərait imkan verirsə, məhz belə etmək lazımdır. Qısa istirahət sizə güc verəcək və bir qədər əvvəl çətin görünən tapşırıqlara yeni gözlə baxmağa kömək edəcək. Dolça bürcü 11 iyun 2026-cı il. Çalışın ki, gün üçün məqsədlərinizi mümkün qədər tez müəyyənləşdirəsiniz. Əgər bunu səhərdən etsəniz, çox güman ki, planlaşdırdığınızdan da artıq nəticələr əldə edəcəksiniz. Problemlər yaranacağı halda kimdən kömək istəyəcəyinizi əvvəlcədən düşünmək də pis olmazdı. Ətrafınızda çox fərqli insanlar olacaq və onların hər biri müəyyən məsələlərdə faydalı ola bilər. İntuisiyanıza çox diqqətlə qulaq asın. Məhz o sizə konkret problemin həllində ən yaxşı köməkçinin kim olacağını göstərəcək. Maliyyə sahəsində müsbət investisiyanın təsiri çox aydın hiss olunacaq. Birincisi, pul daxil olmaları mümkündür. Hətta əhəmiyyətli məbləğləri ola bilər. İkincisi, gəlirlərin tezliklə artacağını vəd edir. Eyni zamanda heç bir gizli təhlükə daşımayan təkliflər istisna deyil. Əgər maraq etsəniz, uzun uzadı düşünmədən razılaşa bilərsiniz. Balıqlar bürcü 11 iyun 2026-cı il. İşlərdə öz gücünüzü arxalamağa çalışın. Bugün uğurun əsas şərti məhz budur. Çünki əvvəlcədən birgə fəaliyyət barədə razılaşdığınız insanlar öz problemlərinin və əməkdaşlığınızın ona aid olmayan məsələlərinin həlli ilə həddən artıq məşğul ola bilərlər. İdeyalarınızı bölüşdüyünüz insanlardan qeyd-şərtsiz dəstək gözləməyin. Bəli, hər kəs sizin orijinal ideyalarınızı dərhal qiymətləndirə bilmir. Bir qədər sonra siz artıq nailiyyətlərinizi həyata keçirməyə başlayana bəzi insanlar sizə kömək etmək istəyəcək. Bu çox yerinə düşəcək. Çünki məqsədə daha tez çatmağa imkan verəcək. Maliyyə məsələləri ilə ehtiyatlı davranmağı tələb edəcək. Puldan söhbət gedəndə siz müəyyən qədər düşüncəliliyə meyilli ola bilərsiniz və buna görə lazımsız xərclərdən, uğursuz alış-veriş və uzun müddətli perspektivdə xoşagəlməz xərclərdən doğuran qərarlar mümkündür. Təcili müdaxilənizi tələb etməyin. Bütün məsələləri sadəcə təxirə salmaq daha yaxşıdır.